Herkese salam, kanalıma ve videoma hoş gelmişsiniz. Sizinle yeni bir vloga başlayırıq. Birinci bacımın bu şeyindən başlayaq. Keçən vlogda Niye? Gel bura qoy. Kapağıdır bu. Keçən vlogda yadınıza gəldiyi kimi Fidan bacı Zeynəbə və Nərgizə Lego almışdı. Mən də alacaqdı, sadəcə mən istəmədim. Çünki bildim ki, mənim buna səbrim yoxdur. Bacım o Legosunu bu dünən almışdı bunu. Bugünə uje yığdı və saat da şu an 4'dür. Yəni indi bacımla özümə çay süzdüm. Bacım hələ səhər mənim pişirdiyim bulkanı yemişdi. Daha doğrusu xəmirini mərhəmişdim. Önəmli məlumatlar dostlar. Və özümə belə qəşəng mamanın pişirdiyi bu ətli qreçkadan qoydum. Zeynəb yemir, ağzını dadını bilmir. Amma çox dadlıdır. Belə. İndi bizə nuş olsun. Dostlar, mama getdi, parfümlərini götürdü. İndi onu sizlərə göstərəcəm. Bunlar parfüm qablarıdır. 3000. Dostlar, buralara bulur qoymuşam çünki aldığımız yerin adı düşməsin deyə. Deyəsən. Baxın. Bu necə oxunur? Narkotik oxunur. Pudra. Pudra? Hı. Bu narkotik. Bu nədir? Narcisa pudra. Mərcisi bu. Narcisa pudra. Mərcisi Jordania Gold. Bu ən qəşəngidir bu arada. Bu Lancome. içində. Siparişten değil. Bu Açılır. Lavin Eclat Sport. Açılmıyor. Ya. Bu Tom Ford Tabacco Vanil. Bu arada elə qəşəng iyi gəldi buradan. Bu Marc Anthony, nə bilim nə ondan. Qənimət. Bunun adı yoxdur. O Erbapuru. Bu Erbapuradır. Bu Givenchy deyilir buna. Baxın belə. Hə. Givenchy Descapat. Bu ondandır. Bu birazcık sənə Bu Zəmzəm. Ay da bu. En geçenisi var. Bu nə də bu ya? sən özün bəsdir. Bu da Narciso pudru. Bu da Narcisa pudra. Jordania Gold. Hı. Bu şeyindir. Kimin? Nurxanın. Bu da Siz burası. Tiziana Teresa Kirke. My Way. Bu My Way. Su. Şu bu kadar ətirlərimiz. Bir de balaca Jordan. Sonra mən evə gəldim, skutumu soymamışam. Telefonumu zakı qoyacaqdım. Dedim sizə bunu göstərim. Çox maraqlı deyil, amma baxın, bu mənim anamın adaptırda görsünüz, belə başlığı yekədir. Şeydir, uzundur bayağı. Baxın. Uzundur. Bu mənim adaptırımdır. Şeysi balacadır, görsünüz bununla. Bu balacadır bu. Bunun şunuru da balacadır. Və ən balacası bacımın ki, yəni elə bir şey boy sırasına görədir. Anam ən böyüküdür deyə, anam ki ən böyük. Mən orta boydayam da ən böyük, ən ortası, ən orta nə idi? Yəni ortada. Bacım da ən balaca olduğu üçün aramızda. Bu da bacımın adaptırı. İndi mən əynimi dəyişim, yeməyimi yeyim. Biraz oturum dincəlim, sonra zaten Zeynəb gələcək. Qardaşım nə gildə olduğuna görə. Ona bugün axşam gedib gəlib götürəcək. Belə. Hələ ki eləyəcəyim işlər bu qədərdir. İndi Zeynəb də gəlsin, ona da yemək verib biraz evi toparlayaq. Sonra da elə baxaraqdan eləyəcəyik.
Səhərdən mən pankek bişirirəm. Ne tez bişirəcəm, çəkməyəcəm sizə, çünki gec olar. Ona görə bişəndən sonra sizə göstərəcəm. İndi mən oturmuşam, dərslərimi eləyəcəm. İndi saatı sizə deyim bu dəqiqə. 18:38'dir. İndi mən başladım dərslərimi oxumağa. Görə saat neçədə bitirəcəm. Bu arada səhər pankek eləyəndə demişdim göstərəcəm. Sadəcə qardaşım məni o qədər tələsdirdi ki, yəni ver. Yəni heç yadımdan tamamilə ağlımdan çıxdı da, yəni ki, sizə çəkmək. Sabah 5-ci gündür. O günün dərslərini, sabahın dərslərdə nə olacaq? Səbt kitablarının hamısını yığdım bura, gördünüz kimi belə. İndi deyim sizə sabah nə dərslərimiz var? Rus dili, coğrafiya, riyaziyyat, fizika, Azərbaycan dili, ingilis dili. İngilis dilinin sabah həm də TSQ var, ona hazırlaşacağam. Yəni belə, indi görək saat neçəyə dərsimi qutara biləcəm inşallah. Dostlar, baxın, riyaziyyatı işlədim hal-hazırda. Baxın, bu dim testidir, gördüyünüz kimi bundandır. Səhv 131 işlədim, baxın, buradakı yerləri zar-zor sığdırdım yəni. Belə oldu. Bu arada elə pis yerdə oturmuşam. Ayağım şu an çox pis ağrıyır ki. İndi hal-hazırda saat 19:14'dür. Sentraldə bir neçə işimiz vardı. Onları həll elədik. Dostlar, baxın, mama belə dadlı, ətli piraşkilər pişirib, gördüyünüz kimi. Gəlin dadına bir yerdə baxaq. Həqiqətən çox dadlı dostlar. Anamın əllərinə sağlıq. Dostlar, səhər yeməyimiz hazırdır. Belə çayımızı, şorumuzu qoymuşuq. Getdim şorla yumurta da aldım. Bu təzə paçka olandı. Çaylarımızı süzdük, qəşəng qarğanağımızı da elədik. İndi oturub yeyəcəyik. Dostlar, baxın, biz yeməyimizi yedik. Yeməmişdən əvvəl qabları yumuşdum hamısını. Yeyəndən sonra yenə qablar çıxdı deyə yudum. Baxın, indi yediğimiz qabları da hamısını yudum. Və qoxuna qəşəng səgəli oldu. Bunlar da biraz suyu çəkilsin, quruluyub yığacağım şkaflara. Belə. Bu da qardaşımın kağızdan düzəltdiyi təyyarə. Dostlar, gördüyünüz kimi bütün mənim sərvətimi, dırnaq arası buradadır. Gördüyünüz kimi makyaj malzəmələri, aksesuarlar falan. Deyəcəksiniz ki, bunlar niyə yerdədir? Çünki anam mənim bu şkafım var deyir 2 dənə hələ. Onu deyir ki boşalt, çünki paltarları qoymağa yer yoxdur. Paltarlar da deyəndə ki mənim yazığım zaten bir polka paltarı var, uşaqların paltarı da hamısı. Ona gedəcək kaldovkaya. İndi mən buradan arayacağım ən çox sıra. Düzdür, makyaj eləmirəm. Yəni 2 ay yaxındır ki eləmirəm vəbşədə yəni. Çünki üzüm səpir biraz ona görə. Amma belə dodaq maskalarını falan qoyacağım. Bürtələri də ən sevdiklərimi falan ayıracağım. Qalanları gedəcək kaldovkaya. Lazım onda istifadə edəcəm onlarda, amma əl altında təəssüf ki duramayacaq, yer yoxdur deyə. Burada bir dənə şkafım var. Əlimin üstünə baxmayın. Burada bayaqdan ruçka falan da çıxır. Onları yoxlamaq üçün əlimi yazmışam. Burada bir şkafım var. Orada biraz yer var. Ən çox istifadə edədiklərimi oraya qoyacağım. Dostlar, mən eynimi giyindim. İndi gedəcəm məktəbə. Bir daha salam. Bugün ayın 28-dir. İndi mən hazırlaşmışam. Birazdan gedəcəm məktəbə. 07:20-də çıxıram. Hələ 06:39-dur. Durdum, tez hazırlaşdım ki, əlavə televizora falan da baxmağa vaxtım olsun. Saçımı belə yığmışam. Gördüyünüz kimi belə. Bilmirəm necə oldu açığı.
Yəni belə. Bu bandanadır. Anam deyir ki, bandanla tax. Bu da mənim məktəb lentim. Yavuz'a gəlsə bunu məktəb alış-veriş vloqumda almışdım. Əlimdə bax belə bir şey giymişəm. Belə. Dostlar, bu mənim dərmanımdır. Qurtarmışdı. Mama tədərisini aldı. Burada da güya ASMR çəkirəm, amma qoymadılar təbii ki. Ona görə biraz səslə qoymalı olacağım. Bu mənim nəfəs dərmanımdır. Yadınıza gəlirsə, bir dənə vloqum var idi. Orada həkimə falan gedirdi. Baxın, o həkimin yazdığı dərmandır bu. O həkimi, yəni indi deməyəcəm adını, amma həqiqətən bilirsiniz ki, məndə allergik rinit var idi. Yəni o həkimə gedəndən, bu dərmanları eləməyə başlayandan elə bir ki, yəni xəstəliyimi unutmuşam da təmiz, yəni ki. Bu mənim köhnə olandı. Görürsüz, içində bir dənə qalıb. Onu da axşam istifadə elədim və qurtardı. Bu isə görürsüz təzə olandı. İçində 60 dənədir. Bu isə atam gəlmişdi. Evimizin zvanku xarab olmuşdu deyə belə kablosuz deyirlərdi. Yəni şnursuz belə zvanoklardır. Baxın, bunu yoxlayırıq. Amma axırda lap yaxşı işləmədi. Qaytardıq bunu. Yox. Yox, gəlmir. Həndi gəldi. Burada isə təmiz sifarişlərini açırıq. Bu gördüyünüz təmiz sifarişində içində sadəcə bir məhsul bizimkidir. Bu anamın iş yoldaşının sifarişidir. Əslində geri qalanlar sadəcə o kargodan götürməyə vaxt olmadı. Həm də içində bizim də məhsulumuz olduğuna görə anam getdi götürdü. Biz öz məhsulumuzu onun içindən götürdük və sonra ona paketi geri qaytardıq. Burada mənim sadəcə bir dənə qardaşım məhsul var. Bu da axın o göy var üstdə. Təyyarədir. 3.50-yə sifariş eləmişdi onu. Belə yəni qardaşıma hədiyyə kimi də. Gösterdiler aynı. Ay, böyləkdə də Ne istiyorsan? götürdük sana. Ha. Buraya gəl. Uzatmaydı bu. Tamam mı? Dostlar, video montaj eləyə fikir verim ki, bir dənə təmiz sifarişi açırıq. Bir dənə məhsul var da cəsarət. Elə bil ki, valla müharibə çıxıb da yəni. Çəkilin. Baxın nasıl elə onu. Давай. Drağına da. Yaxşı, veç yine. Mümkün görürsün. Burada əmi Kənanın bu samalyatını düzəldir, birləşdirir. Bərk-bərk sıxır ki, yəni çıxmasın yerindən. Ваши горячие были на тренировке 22 сентября? За основном были, после работы у них были спарринги, потом в бане, потом посидели с пивком в рабочем Buna общежитии. bir dom aldı. В 11 я ушел. Yok, buna bir tane dolma aldı. Спортивный душ. İçe dişi bakın. Ну что, все это? Ondan yoxdur görəcəkdik. Olmalıdır. Dişi içilendi. Он за 3 месяца в зале не появляется. Ha, elədir. Ну, а что они делали после родителей? Onun bir olmalı. Çoxarda var. Может, по девочке. Ya dişi var burada. Bir tane dolma aldı. Baxın. Sən əsirdim. Burada da dərs oxumağa oturan mən qarışqa vardı deyə onu çəkirəm. Ki, qarışqanı da belə bir vloguma salım. Və vlogumuzun sonuna gəldik. Biraz qısa oldu. Məktəblər açıldığına görə çox da uzun çəkə bilmirəm. Yəni ki, kanalıma abunə olmağı və like atmağı unutmayın. Sizi sevirəm. Sağ olun.